Herkesi salamlayıram. Səhifəmdə olanları da, olmayanları da. Herkesin sabahı xeyirli, günaydın olsun. Bugün 20 yanvardır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Amin. Ailələrinə Allah səbir dözüm versin. Amin. Qazilərimizə şəfa versin. Əskərlərimizi, zabitlərimizi qorusun. Ölkəmizi qorusun. Uca Rəbbim bir də bizim dövlətə pis gün göstərməsin. Amin. Mən hər cümə axşamı, hər məsəl üçün anım günü şəhidlərimizin 20 yanvar ya belə şəhidlərimizin anım günü olanda yemək bişirəndə onların adlarını çəkirəm dindar xanıma. Onlara ehsan kimi bişirirəm. Bugün də evimdə olan ərzaqdan 20 yanvar şəhidlərimizin adına yarpaq dolması eləyəcəm. Yarpaq dolmasının resepti başqa cürdür. Mən ancaq öz zövqümə uyğun, öz damaq dadımıza daha doğrusu uyğun, ailəmizin sevdiyi kimi bu qaydada bişirirəm. Sizə də göstərirəm ərzaqları nə vururam. Amma dadını da hamı bəyənir. Hamı deyir ki, bibi sənin dolman, yarpaq dolman fərqlidir. İndi tövbə təvazükarlıq eləmirəm. Ona görə bu qaydada bişirirəm. Bax, mən ətimə öz həyətimdən yığdığım yarpaq, altında da heyva yarpağı var. Onları istifadə edirəm bükməsindən. Bir də gəlinim xoşlayır, pazı yarpağım var, balacadır. Bunları yaxınlaşdırıb bükəcəm gəlinimin payını. O yarpaq sevmir, yeyə bilmir daha doğrusu. Həyətdən yığdığım göy soğan, sarımsaq, göy sarımsaq, keşniş, şüyüt, nanə, azacıq da olsa şüyüt var, amma nanə, keşniş, petruşkada 1-2 qanat vururam, dad versin. Quru nanə, qarabibər, duz, bibər vururam mən. Bibər vururam, heyva dilimləri qoyuram. Yarpaq dolmasına da, kələm dolmasına da, aralarını 3 bacı da eləyəndə, məsəl üçün ya duxovkada, ya belə qazanda eləyəndə aralarına heyva həyətimdə olur deyin. Qoyuram, soyuducuda da saxlayıram. Aralarına qoyuram, o ətir dad bir bambaşqa dad verir. Həyətimdən olan pomidordan özüm görmüsünüz səhifəmdə də evdə qızardıram. Düyü vururam. Buradan mən niyə deyirəm ki, həyətdən olan zəif də olsa, belə şəkil şəmalı, əyiş-üyüş yaxşı olmasa da həyətdən istifadə edir. Bax, mən sizə göstərəcəm bazardan aldığımız pomidor. Bax, maşallah, nə böyüklükdə, özdə indi su qiyməti nədir, yaydakından da ucuzdur. Bu da bazardan aldığımız göyərtilərdir. Axşam almışıq, yumuşuq, qurudub, saxlamışıq. Özdə dəsmalın arasında saxlayır ki, yəni buruşmasın. Amma heç elə bil ki, bu ölüblər uşaq. Bunun zoğunun yoğunluğuna baxın. O qədər kimya maddə, gübrələr verirlər ki, bu vapşi həndazadan çıxır. Ona görə mən heç vaxt evimdə hər vaxtda olur bazardan alınan ərzaq. Amma istifadə eləmirəm. İndi oğlum xoşu gəlib, alıb ki, birdən evdə olmaz. Mən ona dedim ki, öz tərəvəzlərimizdən var, almaq lazım deyil, göyərtimiz çıxıb. Yəni ki, buradan hər kəsə deyirəm ki, bazardan alınan göyərti, keyfiyyəti bilirik hamımız necədir. Çalışın, bina evində olanlar. Uzunsov dibçəklər var. Onlarda hərəsindən bir dibçək əkin göyərti balkonda saxlayın, istifadə edin. Həyət evi olan, 1 metr torpağı olan özünüz eləyin. 3 dənə kol bibəriniz olsa, bir balaca yerdə göyərtiləriniz olsa, təbiiliyi gözləyərək bu xəstəliklərdən də uzaq olarıq inşallah. Zeytun yağı ilə bişirəcəm. Mən diyetdəyik ona görə kərə yağı vurmuram, quyruq zad vurmuram. Ətim mal ətidir, gördüyünüz kimi yağlıdır. Pişirən hər kəsə nuş olsun, yeyənənlərə nuş olsun. Bunları 20 yanvar şəhidlərimizin adına ehsan kimi pişirirəm. Ehsanlarında olsun. Hamısına uca Rəbbim rəhmət eləsin, məkanları cənnət olsun. Amin. Çox xırda doğrayıram. Çox xırda da. Telefonda böyük görsənir. Ona görə heç dolmanın içində bilinmir ki, bibər var. Əriyir, gedir. Mən indi deyən olar ki, diyet yemək edirsən, amma ki, hər şey vurursan. Tərəvəzlərin çoxu təbiidir. Oğlum yarpaq dolmasını sevir. Yazığı neçə aydır həsrət qoymuşuq ona. Olmaq çox çəkisi var deyin. Həm də problemləri var deyin. Ona görə kökəlir. Diyetiçeski yəni bu cür bişirirəm də. Quyruqdur, ondan kərə yağıdır, belə vurmuram. Düyü də biz çox az görə bilərsiniz. Bax, bir damcı atıram, bir qaşıq, 2 qaşıq belə.
Ha, tərəvəzlərimi də həyətdən kübrəsiz, təbii hamısını eləyirəm. Hamısı kübrəsiz, dərmansızdır, zeytun yağında. Ona görə deyirəm diyetiçeski. Çox da yağ atmıram belə ona görə. Bunları mən doğram, rəndəliyib sokunu qatıram ki, o yarpaqla bərabər turş məzə tamı verir dolmaya, dadlı olur. Həm də pomidorun bir başqa cür dadı var. Tərəvəzlər əriyib pişəndə itib gedəcək. Özdə əlcək geyib xahiş edirəm, yemək qarışdırmayın. Hərənin özünün əl dadı var. O əl dadı yeməyə girməlidir. Mənim özüm elədiyimdir, öz həyətimizin tənəyindən eləmişəm. Mən yarpaqların arxasını qırıram. Kimin iş olur, tələsik vaxt olur, eləyə bilmir. Bax, görsən necə var, elə də qalıb. Bax, bu da heyva yarpaqlarımız. Bizim heyvamızın yarpaqları çox böyük-böyükdür. Mən onu, bax, belə eləmişəm. Marinat kimi bağlayıram mən yarpağı. Hamı kimi bağlamıram, marinat kimi. Tənəyi yuyuram, təmizləyirəm, dəstələyirəm, artlayıram, bükürəm. Bax, bu qaydada, heyvan da elə. Bax, bu qaydada bükürəm belə. Bankalara qoyuram, üstünə də 2 qaşıq duz, çayını 2 qaynadıb, tökürəm üstünə. Ağzını bağlayıb, büküb, saxlayıram, sabahsı günü açıram. İndi bunun üstünə elə bilsən ki, turşudur bu. Yarpaq turşusu, qəşəng, əkir, adam az qal ki, belə yiyə. İndi azacıq bircə dəfə üstündən su axıdacam ki, bağlamışam da bir şey olsun. Çox da turş olmasın, yeməyimi turş eləməsin. Əsasən çalışın, heyva yarpaqları aşağıdan qoyun. Nə qədər sərt olsa, belə körpə olsa da sərt olur heyva yarpağı. Onları elə ki, aşağıdan qoyun ki, o qəşəng yumuşaq pişsin. Məsəl üçün, bir üzüm yarpağı qoyanda bir heyva yarpağı qoyur. Üzüm yarpağını birini bükürəm, birini heyva yarpağı. Pazılarım biraz rəngli kimidir. Ola bilsin, rəngi dolmalarımıza çıxar. Amma gəlinimə görə 5-6 dənə də olsa elədim. Bu qaydada bükürəm. Sonra mən bunların üstünə boşqab qoymazdan əvvəl, suyunu tökməzdən əvvəl yarpaqları qəşəngcə belə sərirəm dolmalarımın üstünə. Qazanımın içini bax belə kapatıram yarpağına. Kapatıram, onda qəşəng pişir dolma. Çox belə yumuşaq pişir. Yarpaqlarımla ağzını kapatıram. Bax belə kapatıram. Kapansın, tamam kapayıram ağzını. Sonra şey eləyirəm, boşqabını qoyuram. Bax belə bu qaydada kapatıram. Dad çıxır, yarpaqda qəşəng ləzzətli olur. Xoşu gələn yeyə bilər bu yarpaqları. Bax belə içinə eləyirəm. Sonra bu qaydada qaynayır. Üzərinə də təbii daşdır bu. Boşqabımı düz saxlayır. Qoyur ki, qaynayanda o yan bu yana qaçsın. Azalır pişməyə. Hazırdır. Daşımı götürüm. Çıxarım qırağa. Bunu indi qalsın, boşqabı götürəcəm. Bax, bunlar yarpaq dolmalarımızdır. Bismillahirrahmanirrahim. Özüm bişirmişəm demirəm. Həqiqi dadı super. Allah şəhidlərimizin ihsanında eləsin. Bu da hayva yarpağıdır. Sarılı hayva yarpağıdır. Super. İhsanında olsun bütün şəhidlərimizin. Amin.